Bax bunu görürsünüz. Bir dənə buna görə qardaş bir neçə dəfə mühərrik sökdürüb. Avtomobildə yaranan problem yağın təzyiqinin itməsi ilə əlaqədardır. Val dəyişirilib, kladış dəyişirilib, nasos dəyişirilib, bir sıra detallar dəyişirilib, amma problem aradan qalxmıyor. İndi gəlin bu gün sizə problemin səbəbini deyim. Bax, götür buranı. Çox xahiş edirəm, diqqətlə izləyin və videonun axırında bir neçə kəlmə söz deyəcəm. Baxın. Görürsünüz bundan hava axını necə gedir. Bax, bu gördüyünüz. Bunda isə hava axını yoxdur. Bunu bu vəziyyətdə də göstərə bilərəm. Taxırıq bura, salırıq onun içinə. Bax, bu vəziyyətdə. İliyə kaçat edirik. Bax. Gördünüz. Bu nə əlaqədardır? Bu avtomobildə gizovkanı yağlayan qəlyandır. Qəlyan da deyirlər, çaşka da deyirlər, stəkan da deyirlər. Hər ustanın özünə görə bir fikri var. Bir detal adıyla deyir. Yəni bir mənalı şəkildə adı yoxdur. İndi çıxıb bir yerdə, mən kitabda oxumuşdum, bunun filan şeydir, sən ağılırsan, bildik. Deməli, qardaş, avtomobildə girizovkanı yağlayan qəlyandır ki, Porsche'nin aşağı, yuxarı hərəkət etdikcə, Porsche'nin də yağlama prinsipini aparır, bax, alt hissədən, blok hissədən bağlanır qalovkaya, bloka və burada yuxarıya başlayır yağı vurmağa. Və bu qəlyanın içində şarik olur, klapan olur. Bu klapan sıradan çıxırdığı üçün avtomobilin 4 silindrin 4'ü də düzgün vəziyyətdə yağlanmır. Burada klapan açıq qalır və bir girizovka daha çox yağlanır. Ona görə də yağın təzyiqi itir və maşında nə problem verir? Problem verir ki, avtomobili sürmə. Maşın stuka gedir. Və bunu deyim ki, ustalarımız var ki, görürəm son zamanlar, vallahi sizin yerinizə mən şəxsən xəcalət çəkirəm, sənin adından, mən öz adımdan danışıram. Sənin yerinə mən özüm xəcalət çəkirəm ki, avtomobil yaxınlaşdı yanımıza, ay dimdik usta, sən filan şeyləri dəyişdirdin, amma problem başqa şeylər idi. Mən problemi tapmışam, heç kimə demirəm. Sonra nə olsun? Usta deyilsən, vallahi billahi ayıbdır. Yəni bugünkü günü ustalar, sözün bəzi ustalaradır ki, yəni bugünkü günü ruzini verən Allahdır, gəlin ruziyə görə bir-birimizi öldürməyək. Bir-birimizi dalaşmayaq, bir-birimizə təhqiramiz sözlər işlətməyək. Bugünkü gün elə bir ustalarımız var ki, icebergin görünməyən tərəfləridir ki, keçirsiniz o ustaların yanına, siz o ustaların yanından keçə də bilməzsiniz. O dərəcədə bilikli ustalardır. Amma gəl ki, soruş deyirəm, problemi tapa bilərsənmi? Deyir, inşallah tapar. Demir, ha tapacam. Deyir, inşallah tapar. Çünki insan olaraq usta olmaq asandır, amma insan olmaq məncə bir çətinlik çəkirsiniz. Gəlirsiniz filan kəs ustanın yanından gəldi, filan kəsin boynu qırılsın. Qardaş gəlib əzəb edib. Rəqabət aparırsınız, gəlin düzgün hərəkətdə rəqabət aparaq. Rəqabətlə düşmançılığı gəlin bir-birimizlə qarışdırmayaq. Rəqabət qardaş kimisə şəxsiyyətinə toxunmaqdan ibarət deyil. Rəqabət sadəcə olaraq filan avtomobilin problemini tapıb çəkib paylaşmaqdan ibarətdir. Güya biz bugünkü gün bunu paylaşsaq, hansısa usta bizim çörəmizə bahis olmayacaq ki. Tapa biləcək, zəng edəcək, bir dənə sual deyəcək ki, usta, Allah köməyli olsun, yəni dəfələrlə olub ki, biz problemi tapa bilmirdik, amma problemi sənin çəkişin vasitəsilə problemi tapdıq, aradan qaldırdıq. Bu bizə ən böyük, bu sənət əhlində, sənət sayəsində, usta cəhətdən ustaya ən böyük, yəni müsbətlikdir ki, hansısa bir usta bu söz desin, hansısa bir usta köməkçilik etsin. Amma görürəm son zamanlar ancaq ustanın dalınca danışır, ustaya nə bilim təhqiramiz sözlər deyim, nə bilim filan fəsinə. Allah hər birinizin köməyi olsun, sadəcə olaraq mən düzgün başa düşün. Gəlin girək xaricilərin səhifəsinə. Xaricilərin səhifəsi deyir ki, bunu necə dəyişmək olar. Gəlin bugün təşkilimiz ondan ibarət olsun. Bizim səhifələrə girirsiniz, filan ustanın boynu qırılsın, filan ustanın qısı sılsın, filan usta belədir, filan usta elədir. Mən problemi tapdım, heç kimə demədim. Gəlin bu paxıllıqla vallahi çox getməyəcək. Ona görə də paxıllıqları yığışdıraq. Paxıllıq ediniz, siziniz dedin də, cəmaata nəyə çəkib paylaşdınız, özünüzü bir yabr edirsiniz. Öpürəm, özünüzdən müğayət olun. Gəlin bu cür çəkişləri yığışdıraq. Sizdən xahiş edirəm bir sənət yoldaşı kimi. Yəqin ki, mən düz başa düşərsiniz. Bağla.